Azərbaycan hakimiyyətinin bu repressiyalarının qarşısında Xalq Cəbhəsi Partiyasının qeydiyyatı ləğv edilə bilərmi? Edilərsə, bu partiyanı hansı məhrumiyyətlərlə üz-üzə qoyar? Partiya fəalları deyir, yenə də fəaliyyətlərini, tənqidlərini davam eləyəcəklər. Hüquqşünas da deyir, ağır pul cərimələri gəlir. AXCP-nin partiya kimi qeydiyyatının ləğvi fikrini Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli dilə gətirib. Yerli mediaya deyib ki, hakimiyyəti zorla ələ keçirməkdə suçlanan AXCP sədri Əli Kərimli ilə bağlı indiki araşdırmaların nəticəsi kimi qanunvericiliyə uyğun olaraq partiyanın qeydiyyat məsələsinə yenidən baxılmalıdır. Azərbaycanda da siyasi partiyalar haqqında yeni qanunun qəbulundan sonra yeni siyasi konfigurasiya və yeni dialoq mühiti yarandı. Amma AXCP adlı partiyanın o partiya ki, Vətən müharibəsi nəticəsində Azərbaycan dövlətinin və xalqının qələbəsini belə qəbul etmirdi, belə partiyanın yenidən qeydiyyatı təəccüblü idi. Olsun ki, bu həmin partiyaya verilən son şansı idi. Amma təəssüf ki, bundan da nəticə çıxarmadılar. İnsanlar bilmirdik kim ölüb, kim sağdır. AXCP sədrinin müavini Seymur Həzi deyir, onsuz da bir ildir ki, partiyanın qurultay keçirməsinə icazə verilmir, fəaliyyətinə məhdudiyyətlər yaradılır. Hökumət faktiki olaraq partiyanın hüquqi statusunu şübhə altına almaq istəyir. Seymur Həzi deyir, partiyanın dövlət qeydiyyatı ləğv olunsa belə bu itki deyil. Yəni ona görə də bu faktiki indi bizim itirəcəyimiz heç bir şey yoxdur. Sadəcə burada cəmiyyət itirəcək, burada siyasi belə deyək, mühit itirəcək, siyasi müstəvi korlanmış olacaq. Faktiki olaraq ölkə siyasi müstəvisi qapanmış olacaq. Yəni rəsmən qapanmış olacaq. Bax, məsələ budur. Qalan belə bu Seymur Həzidən heç nə almayacaq. Mən dünən AXCP sədrinin müavini kimi tənqid edirdim. Sabah sadə Seymur Həzi kimi tənqid edəcəm. Partiya sədri Əli Kərimli və müavini Məmməd İbrahim noyabrın 29-da saxlanıb və evlərində axtarış aparılıb. Onlar hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişməyə yönələn hərəkətlərdə suçlanırlar. Hüquqşünas Yalçın İmanov deyir ki, qanunda yazılıb ki, bir partiyanın qeydiyyatının ləğvi üçün qanuni əsaslar olduqda, Ədliyyə Nazirliyinin iddiası əsasında apellyasiya məhkəməsinin qərarı ilə o ləğv oluna bilər. Məsələn, siyasi partiya tərəfindən Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi ixtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi və s. Aydındır ki, siyasi partiyanın dövlət qeydiyyatının ləğvi onun siyasi münasibətlərdə hüquqi şəxs kimi təmsilçiliyini istisna eləyir. Eyni zamanda qeydiyyatсız fəaliyyət də inzibati məsuliyyət yaradır. Partiyanın hər hansı formada fəaliyyət göstərməsinə, partiya orqanlarının və üzvlərinin siyasi partiyanın adından çıxış etməsinə, toplantılar keçirməsinə, maliyyə əməliyyatlarının aparılmasına görə fiziki şəxslər 1000, vəzifəli şəxslər 2000 manatadək cərimələnə bilər. Hüquqşünasın fikrincə, bütün bunlar birləşmək azadlığı hüququnun pozulmasına səbəb ola bilər. Başqa bir hüquqşünas 2024-cü il prezident seçkilərində